Qəbristanlığa baxanda görürsən ki, orada hamı səssizdir. Amma hər bir qəbir danışa bilsəydi, dinlənsəydi, sənə deyərdi ki, dünya ilə aldanma, özünü orada aldatma bununla. Həqiqətən də insan üçün ibrətli, hikmətli sözlər var. İnsan gərək axirətini düşünsün və ölümü hər zaman düşünsün. Hər bir insan bilməlidir ki, öldükdən sonra qəbir həyatı var. Qəbir həyatı nədir? Qəbir həyatı insan öldükdən sonra ruhun bədənindən ayrılıb bərzaq adlanan aləmdə yaşamasıdır. Bu dövrdə ruh ya nimət içində, ya da əzab içində olur. Allah Teala buyurur, onların önlərində diriləcəkləri günə qədər bərzaq vardır. Əl-Muminun 100-cü ayət. Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurur. Qul qəbrə qoyular, yaxınları geri dönər. O onların ayaq səslərini eşidər. Yanına isə 2 mələk gələr və deyər.